Beynimiz xoş olmayan bir işə başlayanda ağrı mərkəzləri aktivləşir. Yəni beyin həmən tapşırığı real bir təhlükə kimi qəbul edir. Buna görə də biz sürətli mükafat verə biləcək şeylərə yönəlməyə başlayırıq. Məsələn, şokolad yemək və yaxud da oyun oynamaq, sosial şəbəkə kimi şeylər. Bu davranışa anlıq həzz axtarışı deyilir. Amma bunun arxasında daha dərin bir səbəb var. Mənfi emosiyalarla baş etmə çətinliyi. Həyəcan, uğursuzluq, perfeksionizm kimi şeylər bunu tətikləyə bilər. Beyin əslində tapşırıqdan yox, bu hisslərdən qaçır. Biz hər hansısa problemi ertələdikcə qısa müddətli rahatlıq hiss edirik. Və bu rahatlama dopamin ifrazını yüksəldir və beyin öz-özünə düşünür. Mən bunu yenə də etməliyəm. Və bu bir yerdən sonra artıq təkrarlanmağa başlayır. Və bəs həlli yolu nədir? İlk öncə tapşırığı kiçiltməklə başlaya bilərik. Məsələn, sadəcə 5 dəqiqə hər hansısa bir işi etməyi yoxla. Və yaxud da mən nə hiss edirəm sualını öz-özünə ver. Və yaxud da səhv edə bilərəm və bu normaldır düşüncəsini özündə yarat. Ertələmə hər hansısa bir tənbəllik deyil. Bu, emosiyaları tənzimləmə bacarığı ilə bağlıdır. Yəni, problem səndə deyil, istifadə etdiyin strategiyadadır.